Dondurma dadında magnolia hazırladım bugün. Keçək hazırlanma qaydasına ilk önce kremini hazırlayaq. 5 stəkan süt, 5 xörək qaşığı şəkər tozu, 1 ədəd yumurta, 4 xörək qaşığı un, 1 paket vanili qazana əlavə edib yaxşıca çırpma teli ilə qarışdırırıq ki, düyün olmasın. Qazın üzərində 15 dəqiqə qaynayana qədər bişiririk. Qaynayana yaxın qaymaq əlavə edirik. Hazırladığınız krem bu qatılıqda olmalıdır. Krem soyuyana qədər meyvələri hazırlayaq. Çiyələyi, bananı videoda gördüyünüz formada kəsirik. Sonra peçenyaları toz halına gətiririk. Magnoliyanı yığmaq üçün bizə şəffaf stəkan lazım olacaq və yaxud da qabdan da istifadə edə bilərsiniz. İlk öncə çiyələkləri stəkana videoda gördüyünüz formada düzürük. Daha sonra üzərində peçenya, hazırladığımız krem və bananları düzürük. Bunu 2 dəfə təkrar edirik və magnoliyanız hazırdır. Düşünürəm ki, yay aylarında yeyilə biləcək ən dadlı şirniyyat bu olmalıdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik.